Terkanın dünən 10-cu sinifin 75-ci sualı qalmışdı. O da yaxşı düşməmişdi deyə. Ona görə qaldı bu 3 tam onda 8'dir. Bu 5 tam onda 5'dir. Bu MP4'dür. Bu fılığdır. MP4. Bu da Excel faylın uzantısıdır. Bu şəkildə. Burada da L1, L2, L3, L4 belə deyim ki, faylın adları verilir. Bizə deyir ki, B1 xanasından gigabaytdan kilobayta keçid sabit çevrilmə əmsalı 1024. Yəni bu 1024'dür. Biz bilirik ki, gigabaytdan kilobayta keçəndə, baxın, bitdi, bayt, kilobayt, megabayt, gigabayt. Gigabaytdan kilobayta keçəndə neyəcəm? 1024'den 2'den yani 220'ye vuracağım. Yani 2 tane 1024'e vuracağım. Ona göre bize vurmadı diye bu bölme C variantı gelir. Sonra burada D variantında da burada da bölme var. Bu da gelir. Sonra bizde de burada C değişmelidir. Burada C4 mütləq işarəsi qoyulub, amma mütləq ünvan deyil. Mütləq ünvan deyil. Çünkü bu gəlir. C görsüz 4, C5, C6, C7 bu şəkildə olur. Ona görə C4 dəyişməlidir. Və aynen B'nin arasında qalsaq, B də buradakı 2 dənə 1024 olmalıdır. Yəni çünkü gigabaytdan kilobayta keçir. O da doğru cavab nədir? A variantı.